Son bir neçə ildə, xüsusən də Rusiyanın Ukraynanın işğalından sonra biz sanksiyalar barədə tez-tez eşidirik. Qərb ölkələri məhz bu müharibəni başlatdığına görə Rusiyaya sanksiya tətbiq edirlər və bu sanksiyalarda müxtəlif növləri var. Bəzi sanksiyalar məhz fərdlərə qarşı edilir. Məsələn, Rusiya dövlət başçısına qarşı, bəzi nazirlərə qarşı və s. Bəzi sanksiyalar olur məhz deməli hərbi silah-sursatın satılması ilə bağlıdır ki, Rusiyaya bu silah-sursat satmaq qadağandır məsələn, yaxud da hərbi deməli sursatların hissələri ilə bağlı sanksiyalar. Bir də daha geniş olan sanksiyalar iqtisadi sanksiyalardır ki, bu deməli ümumiyyətlə sanksiya tətbiq edilən ölkənin iqtisadiyyatını zəiflətmək, mümkünsə ümumiyyətlə onu dağıtmaq və beləliklə də ölkənin öz hərbi qurumlarını, qoşunlarını maliyyələşdirilməsinin qarşısını almaqdır ki, dolayı yolla bir növü həmin ölkə öz işğalını dayandırma məcburiyyətində qalsın. Lakin sanksiyaların da öz etikası var. Siyasi fəlsəfədə ədalətli müharibə nədir? Sual ətrafında çox geniş müzakirələr gedir və bu müzakirələrin tərkib hissəsi də sanksiyaların etikası ilə bağlıdır. Və burada adətən söhbət gedir məhz iqtisadi sanksiyalardan. Çünki hərbi sanksiyaları və fərdlərə qarşı tətbiq edilmiş sanksiyaları əsaslandırmaq etik nöqteyi-nəzərdən daha rahatdır. Çünki bu növ sanksiyaların ümumi əhaliyə olan təsiri ya heç ya da minimum olur. Lakin iqtisadi sanksiya bir ölkənin iqtisadiyyatını olduqca zəiflədir və ölkə nə qədər kasıbdırsa, həmin ölkənin sanksiya qarşısında daha da kasıblaşması və mülki əhalinin bundan əziyyət çəkməsi ehtimalı daha çoxdur. Bu səbəbdən də xüsusən də ümumi xarakterli iqtisadi sanksiyaların etikası ilə bağlı geniş müzakirələr var və bu müzakirələr dediyim kimi müharibə, ədalətli müharibə nəzəriyyəsinin kontekstində aparılır. Bu gün mən bu müzakirə ilə bağlı iki məşhur müəllifin məqaləsinə fokuslanacağam. Bu müəlliflərdən biri deməli Jay Gordon sanksiyaları tənqid edir və onların əxlaqsız olduğunu, qeyri-etik olduğunu hesab edir. Digər müəllif Patterson isə sanksiyaların bəzi hallarda əsaslandırıla biləcəyini iddia edir. Gəlin indi əvvəlcə başlayaq ümumiyyətlə sanksiyaları niyə Gordon tənqid edir? Deməli, Gordon hesab edir ki, sanksiyalar mühasirəyə almaqla eyni şeydir. Yəni, sanksiyalar bir növ bir ölkəni mühasirəyə və ya da blokadaya almaqdır. Necə ki, orta əsrlərdə bir qoşun gedib başqa bir qala dövləti yaxud da bir şəhəri, qalanı yəni, mühasirəyə alırdı. Həmin qalaya hansısa nəinki silah-sursatın, eyni zamanda ərzağın da girməsinin qarşısını alırdı, bəzən suyun da qarşısını alırdı və eyni zamanda həmin ölkədən də yaxud da o şəhərdən də nəyinsə çıxmağının qarşısını alırdı. Yəni, oradan insanların çıxmağını və ya da ticarət aparılmasının qarşısını alırdı. Burada məqsəd bir qalanı həftələrlə, aylarla mühasirədə saxlamaqla, orada aclıq yaratmaq, susuzluq yaratmaq, xəstəliklərin geniş vüsət almasına səbəb olmaq və bununla da həmin deməli qalanın hökmdarının məcbur öz əhalim qırılır, yaxud da ümumiyyətlə orduma da verməyə ərzaq yoxdur deyərək məcbur təslim olmasına əsaslanırdı. Yaxud da hesab edilirdi ki, ya da ümid edilirdi ki, az qalan əhali məcbur olaraq ya üsyan qaldıracaq öz hökmdarlarına qarşı, yaxud da bir yolla, necəsə bir yolun tapıb düşmənlə əməkdaşlıq edəcək ki, tək bir müharibə qutarsın və onlar yemək yeyə bilsinlər, yaxud da öz deməli xəstələrinə dərman tapa bilsinlər, su tapa bilsinlər və s. Beləliklə məqsəd, yəni mühasirə və ya da blokadanın məqsədi mülki əhaliyə zərər vurmaq idi və burada bilərəkdən, yəni niyyətli şəkildə sənin məqsədin mülki əhalini əzab çəkməsidir ki, mülki əhali əzab çəksin və bununla da müharibə bitsin. Gordon hesab edir ki, müasir sanksiyalar məhz elə mühasirədir. Bunlar mühasirələrdir. Çünki məsələn sən Rusiyaya sanksiya tətbiq edərək Rusiyanı bir növ blokadaya alırsan və oradan nəyinsə çıxmağına da qadağa qoyursan, ora nəyinsə girməyinə də qadağa qoyursan. Təbii ki,
blokadadan fərqli olaraq əksər hallarda sanksiya zamanı bütün məsələn dünya ölkələri Rusiyaya sanksiya tətbiq etmir. Bu baxımdan sanksiyadan müəyyən yayınma növləri var. Və eyni zamanda da Rusiya böyük bir dövlət olduğu üçün hansısa bir qala dövlətinin çəkdiyi, mühasirə zamanı çəkdiyi zülmü sadə Rusiyalılar çəkmirlər. Lakin yenə də bu analogiyaya fokuslanaraq Gordon hesab edir ki, sanksiyalar ədalətsizdir. Çünki sanksiya ənənəvi ədalətli müharibə nəzəriyyəsinin prinsiplərini pozur. Belə ki, bu barədə mən növbəti podkastları danışmaq istəyirəm. Ədalətli müharibə nəzəriyyəsi və bunun revizionist versiyası barədə. Amma indi üçün sadəcə əsaslandırmadan sırf ədalətli müharibə nəzəriyyəsini qısaca demək istəyirəm. Ədalətli müharibə nəzəriyyəsinə görə müharibə zamanı hər iki ölkənin əsgərləri əxlaqi bərabərdirlər. Buna əxlaqi bərabərlik tezisi deyilir. Yəni kimin işğalçı, kimin özünü müdafiə edən olmasından asılı olmayaraq hər iki tərəfdən olan hərbçilər bir-birini öldürə bilərlər. Yəni məsələn bu kontekstdə götürsək, baxmayaraq ki, Rusiya işğalçı tərəfdir, yəni Rusiya ədalətsiz müharibəyə başlama səbəbi ədalətsizdir. Ukrayna isə işğal edilən tərəfdir və özünü müdafiə ilə müharibə edir, özünü müdafiə etmək üçün müharibə edir və bu baxımdan da Ukraynanın müharibəyə başlamağa yox, müharibə etməyə əsaslı səbəbi var. Rusiyanın isə əsaslı səbəbi yoxdur. Bütün buna baxmayaraq ədalətli, deməli, ənənəvi ədalətli müharibə nəzəriyyəsinə görə Rus əskəri ilə Ukrayna əskəri əxlaqi olaraq bərabərdir. O deməkdir ki, Rus əskəri Ukrayna əskərini öldürə bilər və tərsinə Ukrayna əskəri də Rus əskərini öldürə bilər. Bu zaman onların heç biri cinayətkar hesab edilmirlər. Yəni sənin küçədə bir adam öldürməklə eyni deyil bu. Çünki hər iki tərəf əskərdir. Eyni zamanda da Rus deməli əskəri də əsir düşsə onun hüquqları, Ukrayna əskəri əsir düşsə onun hüquqları nə olacaqsa eynidir, yəni bərabərdir. Bu da bugünkü, yəni müasir onsuz da beynəlxalq hüquq da bunu qəbul edir. Lakin dediyim kimi biz müharibə nəzəriyyəsində müzakirə edəndə görəcəyik ki, revizionist, müasir ədalətli müharibə nəzəriyyəsi əskərlərin əxlaqi bərabərlik prinsipini rədd edir. İndi biz qayıdaq sanksiya mövzusuna. Deməli, dediyim kimi, ənənəvi müharibə, ədalətli müharibə nəzəriyyəsinə görə hər iki tərəfin əskərləri bərabərdir və eyni zamanda müharibədə hərbçilər yalnız və yalnız başqa hərbçiləri öldürə bilərlər və yaxud da onlara xəsarət verə bilərlər. Digər heç kəsə xəsarət vermək olmaz. Digər hər kəs günahsız sayılır. Günahsız deyiləndə burada məhz təhlükə yaratmayan insan nəzərdə tutulur. Yəni əli silahlı olmayan bir adam, mülki əhali günahsız hesab edilir. Yəni onlar təhdid deyirlər sənə və bu baxımdan da onları öldürmək, buna görə də onları öldürmək, onlara zərər vermək qadağandır, müharibə cinayəti hesab edilir. Yəni Rusiya-Ukrayna müharibəsinin kontekstində baxsaq yenə də fərqi yoxdur, sən Rus yaxud da Ukrayna mülki şəxssən, düşmən tərəfin ordusu səni bilərəkdən sənə zərər versə, səni öldürsə, yaxud da bu müharibə cinayəti hesab edilir. Hər iki tərəf üçün. Beləliklə, yəni işğal edən tərəf də müharibə cinayəti törədə bilər. Məsələn, Rusiya. Eyni zamanda işğal olunan tərəfdə, məsələn, Ukrayna, Rus deməli, əsirlərə qarşı pis rəftar etsə, yaxud da mülki vətəndaşları öldürsə, Rus mülki vətəndaşlarını bu zaman müharibə cinayəti törətmək sayılır. Beləliklə, burada məntiq budur ki, müharibə zamanı yalnız əskərlər vuruşmalıdır. Yalnız əskərlər ölə və öldürülə bilər. Digər heç kəsi bilərəkdən öldürmək olmaz. Burada sanksiyalar problem yaradır. Belə ki, sanksiyanın məqsədi onsuz da, iqtisadi sanksiyanın məqsədi bütün iqtisadiyyata zərər vurmalıdır. İqtisadiyyata zərər vuranda isə sən sadə vətəndaşlara da, yəni həm döyüşən insanlara, kombatantlara, həm də qeyri-kombatantlara, yəni mülki əhaliyə zərər vurursan. Məsələn, insanlar işsiz qalırlar, insanlar xaricə səyahət edə bilmirlər, onların iqtisadi vəziyyətləri pisləşir. Bir çox hallarda dərman-dava çatışmazlığı yaranır.
Məsələn, Rusiya kontekstində bu elə də ciddi deyil, amma 90-cı illərdə İraqın Küveyti işğalından sonra İraqa sanksiya tətbiq edilmişdi və bunun nəticəsində çox saylı insan ölmüşdü illər ərzində. Çünki İraq kasıb bir ölkədir və İraqa sanksiya İraq iqtisadiyyatını və İraq iqtisadiyyatına ciddi zərbə vurdu və eyni zamanda ora İraqı deməli bir çox tibbi ləvazimatın da girişinə qadağa qoyulmuşdu. Bu səbəbdən uşaqlar, xəstələr, yəni bir çox ən zəif, əhalinin ən zəif, ən heç kəsə təhlükə törətməyən hissəsində böyük ölümlər və xəstəliklərin yayılması halı baş verdi. Eyni zamanda nəzərə ala bilərsiniz, məsələn, İranı ki, elə də varlı bir ölkə deyil və belə bir ölkəyə sanksiya tətbiq edilməsi ölkəni daha da kasıblaşdırır. Nəticədə deməli insanların, yəni mülki əhalinin də vəziyyəti olduqca pisləşir. Bu səbəbdən də və burada sanksiyaların maraqlı tərəfi odur ki, sanksiyanın məhz məqsədi odur. Yəni sanksiya qoyan tərəf, məsələn, Amerika yaxud da Britaniya, niyyət odur ki, sadə vətəndaşların vəziyyəti pisləşsin. Niyyət budur ki, burada iqtisadiyyat zəifləsin. Ümumiyyətlə iqtisadiyyat zəiflədiyindən təbii ki, əhalinin də vəziyyəti pisləşəcək və ölkə öz ordusunu yedizdirə bilməyəcək, silah ala bilməyəcək, yaxud da daha çox silah istehsal edə bilməyəcək və nəticədə müharibəni dayandıracaq. Bu səbəbdən də Gordon hesab edir ki, artıq ənənəvi ədalət nəzəriyyəsinin prinsipi pozulur. Burada tərəflər, yəni sanksiyanı edən tərəf, sanksiya qoyulan ölkənin mülki əhalisini birbaşa bilərəkdən niyyətli şəkildə hədəf alır. Bu isə müharibə cinayəti hesab edilir. Bu səbəbdən də Gordon sanksiyaları ədalətsiz hesab edir. Və Gordon iki deməli əsas nəzəriyyəyə baxmağa çalışır ki, ümumiyyətlə iki əxlaq nəzəriyyəsinə baxmağa çalışır ki, bəs bu nəzəriyyələrə görə görəsən hansısa bir sanksiyaya əsaslandırmaq olarmı? Birincisi kantçı yaxud da deontoloji nəzəriyyədir. Deontoloji nəzəriyyəyə görə hər bir insanın müəyyən təməl hüquqları var və bu təməl hüquqlar heç bir halda pozula bilməz. Və əsas da burada məsələ budur ki, bir insan bir başqasını bir instrument kimi istifadə edə bilməz. Yəni biz normal məsələn bazar münasibətlərində bir-birimizi alət kimi istifadə edirik. O mənada ki, bir-birimizdən başqa məqsədə çatmaq üçün istifadə edirik. Məsələn, siz gedirsiniz mağazaya, yaxud da gedirsiniz bir kafeyə, kafedə deməli ofisiantlardan istifadə edirsiniz ki, onlar sizə yemək gətirsinlər. Onlar sizə nə bilim çay gətirsinlər və s. Bunun da qarşılığında siz onlara pul verirsiniz. Ofisiant da orada işləyərək öz müdürünü yaxud da müştəriləri qazanc əldə etmək məqsədi ilə istifadə edir. Yəni biz bir-birimizi daimi olaraq istifadə edirik onsuz da öz məqsədlərimiz üçün. Burada bir problem yoxdur. Problem o zaman yaranır ki, sən başqa bir insanı bir alətdən, nə bilim bir kompüterdən, telefondan, daşdan, çəkicdən fərqləndirmədən, onun hüquqlarına hörmət etmədən ondan istifadə edirsən. Gordon hesab edir ki, sanksiyalar zamanı sanksiya qoyan ölkə qarşı tərəfin əhalisini, xüsusən də mülki əhalisini məhz bir çəkit kimi, bir alət kimi istifadə edir. Onların hüquqlarına hörmət qoymadan onlardan öz məqsədinə çatmaq üçün, yəni müharibəni dayandırmaq üçün bir vasitə kimi istifadə edir. Bu baxımdan da sanksiyalar kantçı əxlaqa görə əxlaqsız bir davranışdır. Lakin sanksiyanın məqsədi əgər müharibə törətmiş bir ölkəni dayandırmaqdırsa, bu zaman kantçı əxlaq burada bir növ cavab verə bilmir. Məsələn, götürək yenə də Rusiya-Ukrayna müharibəsini. Burada məqsəd, təsəvvür edin ki, sanksiya yoxdur. Bu zaman nə baş verir? Bu zaman Ukraynalılar əziyyət çəkirlər, Ukrayna mülki əhalisi əziyyət çəkir, Ukrayna əsgərləri əziyyət çəkir. Sanksiya olsa, məsələn, Rusiya mülki əhalisi əziyyət çəkəcək. Yəni hətta burada bir qrup insanın sanksiya nəticəsində öləcəyini də güman etsək, sanksiya olsa Rusiya mülkləri öləcək, sanksiya olmasa biz bilirik ki, Ruslar deməli Ukrayna mülklərini öldürürlər, mülk şəxsləri öldürürlər. Beləliklə, yəni sanksiyanı tətbiq etsək də problemdir, etməsək də problemdir. Və burada sanksiyanı bəlkə də
əsaslandırmaq olar o baxımdan ki, biz heç nə etməsək, onsuz da mülki əhali ölür. Ona görə sanksiya tətbiq edərək heç olmasa biz bu müharibəni bəlkə dayandıra bilərik. Burada isə deməli Gordon hesab edir ki, kantçı əxlaqın konkret bir zabı yoxdur. Bəlkə əsaslana bilər, amma burada şübhəli bir məsələdir, müxtəlif Kant təfsirlərinə görə. Digər daha vacib ikinci bir əsaslandırma utilitarian yaxud da nəticəçi əsaslandırmadır. Utilitarian əxlaq nəzəriyyəsinə görə bir akt, bir hərəkət o zaman əxlaqlıdır ki, onun faydası daha çoxdur. O daha çox, burada fayda xoşbəxtlik kimi yaxud da həzz kimi başa düşülür. Yəni bir akt o zaman əxlaqlı hesab edilir ki, o məsələn daha çox insana həzz verir, yaxud da daha çox insanı xoşbəxt edir, yaxud daha çox insanın rifahını artırır. Az bir sayda insan isə rifahına mənfi zərər vurur. Yəni bir növ sən sırf belə baxırsan ki, nə qədər çox adam bu hərəkətdən fayda götürür, nə qədər az adam isə bundan əziyyət çəkir. Əgər belə bir disbalans varsa, bu zaman həmin akt əxlaqlı hesab edilə bilər. Gordon baxır sanksiyaların tarixinə və deyir ki, biz görürük ki, əslində sanksiyaların heç bir faydası yoxdur. Xüsusən də müharibə edən ölkəni dayandırma məqsədi ilə o ölkəyə sanksiya tətbiq edəndə həmin ölkə heç də sanksiyalar qarşısında təslim olmur. Biz bunu öz gözümüzlə indi məsələn Rusiya-Ukrayna müharibəsində görürük. Təxmini 3 il yarımdır ki, müharibə davam edir. Rusiyaya qarşı bəlkə də tarixdə görülməmiş ən böyük, müasir ən azından tarixdə görülməmiş ən böyük sanksiyalar tətbiq edilib. Buna rəğmən Rusiya yenə də iqtisadiyyatda çökmür, hətta iqtisadiyyata zərər dəysə belə, yenə də o müharibəni dayandırmır. Və Gordon eyni zamanda deyir ki, adətən sanksiya zamanı bundan sanksiya edilən ölkə propaganda məqsədi ilə istifadə edir, həmin ölkənin hökuməti və xalq bir növ dövlətin, hökumətin ətrafında daha da sıx birləşir ki, bütün dünya bizə qarşıdır. Bizə hər tərəfdən hücum var, ona görə biz məsələn öz liderimizin arxasında dayanmalıyıq. Və beləliklə xalq müəyyən ağır əzaba dözür və sanksiya da özü əslində həmin ölkənin hökumətinə, o ölkənin hökuməti hətta ədalətsiz müharibə aparsa belə bəhanə verir ki, propaganda vasitəsi kimi sanksiyadan istifadə etsin və xalqın rəğbətini qazansın. Məsələn, biz bunu da deməli Rusiya kontekstində görürük ki, Rusiya hökuməti bu sanksiyalardan propaganda məqsədi ilə istifadə edir. Və bu səbəbdən də, bütün bu səbəblərə görə Gordon hesab edir ki, utilitarian əsaslandırma da ağlabatan deyil, çünki sanksiyaların bir növ effektivliyi yoxdur. Burada başqa bir sual ortaya çıxır. Bəlkə də sanksiyanın məqsədi heç də müharibəni məsələn dayandırmaq deyil. Bəlkə də sanksiyanın məqsədi bir mesaj verməkdir. Yəni simvolik mesaj verməkdir ki, məsələn, nə bilim Fransa yaxud Britaniya, Amerika Rusiyaya qarşı sanksiyaya qoşulan dövlətlər simvolik bir mesaj verirlər ki, biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Biz beynəlxalq normaları dəstəkləyirik. Biz Rusiyanı işğalçı dövlət kimi tanıyırıq, qınayırıq. Yəni əlimizdən bizim bu gəlir. Bəlkə də mesaj verməkdir. Gordon bunu da deməli əsaslandırma kimi qəbul etmir. Çünki sən mesaj vermək xatirinə milyonlarla mülki əhaliyə zərər verə bilməzsən. Xüsusən də yəni ənənəvi müharibə nəzəriyyəsinə görə nə varsa mesaj verəcəksən deyə, özünün belə süddən çıxmış ağ qaşıq olduğunu göstərəcəksən deyə durub bir ölkəyə qarşı sanksiya tətbiq edərək milyonlarla insana zərər verə bilməzsən. Belə. Və son olaraq da Gordon hesab edir ki, adətən sanksiyalar zəngin dövlətlər tərəfindən kasıb ölkələrə tətbiq edilir. Bu da o deməkdir ki, bu ölkələr adətən onsuz da güclüdürlər, pulları da var, hərbiləri də güclüdür və biz əgər sanksiyaları əsaslandırsaq, onda geosiyasi səbəblərə görə bir çox varlı dövlət, məsələn Amerika, Britaniya sanksiyadan sui-istifadə edəcək. Öz
məqsədləri naminə sanksiyadan istifadə edəcək. Məsələn, hansısa bir ölkəyə sanksiya tətbiq edəcək ki, sanksiya tətbiq edəcək. Burada əsas məqsəd bəlkə də həmin ölkənin bəzi siyasətini dəyişməkdir. Bu siyasət məsələn beynəlxalq normalara uyğundur. Heç kimin də hüquqlarını pozmur. Amma bu siyasətdən tutaq ki, Amerikanın xoşu gəlmir. Ona görə də sanksiya tətbiq edir ki, həmin ölkə öz siyasətini dəyişdirsin. Adını da qoyur ki, bəs bu ölkədə insan hüquqları pozulur, mən buna görə sanksiya tətbiq edirəm. Biz bunu da görmüşük dəfələrlə və beləliklə yəni sanksiyalar sui-istifadəyə olduqca açıqdır. Bunu da səbəblərdən biri kimi gətirərək Gordon hesab edir ki, sanksiyaları əsaslandırmaq mümkün deyil. Beləliklə Gordonun nəzərdə tutduğu sanksiyalar hansısa bir fərdə, nazirə tətbiq edilmiş, yaxud da məhz hərbi industriyaya tətbiq edilmiş sanksiya deyil, ümumi əhaliyə təsir edən, ümumiyyətlə iqtisadiyyata tətbiq edilmiş sanksiyalardır. Və bunu da o əsaslarla rədd edir ki, deməli, sanksiyalar ümumi əhaliyə bilərəkdən zərər verir və beləliklə də ənənəvi müharibə nəzəriyyəsinin, ənənəvi ədalətli müharibə nəzəriyyəsinin prinsiplərini pozur. Burada mülki əhali birbaşa hədəf alınır. Və bu hədəf nəticəsində həmin əhali bəzən ölür, bəzən ciddi xəstəliklər yayılır, bəzən də ümumiyyətlə iqtisadi problemlər çoxalır və əziyyət çəkir insanlar. Və həm kantçı deontoloji, həm də nəticəçi, utilitarian potensial əsaslandırmağa baxaraq Gordon belə bir nəticəyə gəlir ki, iqtisadi sanksiyaları əsaslandırmaq mümkün deyil. İqtisadi sanksiyalar müharibə cinayətidir. Gələk indi sanksiyaların müdafiəsinə. Gordondan fərqli olaraq James Patterson hesab edir ki, ümumi iqtisadi sanksiyalar bir çox hallarda müdafiə edilə bilər. Yəni, əxlaqi nöqteyi nəzərdən onlar əsaslandırıla bilər. Pattersonun arqumentlərinə keçməzdən əvvəl onu qeyd edim ki, Patterson özü də yazır ki, onun əsaslandırması bir növ yarımdır. Çünki Patterson instrumental əsaslandırmalara baxmır. Yəni, Patterson baxmır ki, bəs sanksiya effektivdir yoxsa effektiv deyil. Təbii ki, qəbul edir ki, ümumiyyətlə sanksiyaların bütün arqumentləri dinlədikdən sonra biz yekun nəticədə hansısa bir konkret sanksiya nümunəsinə baxaraq bu sanksiyanı əxlaqi nöqteyi nəzərdən əsaslandırmaq olar yoxsa olmaz sualına cavab verərkən bu sanksiya effektiv olacaq yoxsa yox sualının cavabına baxmalıyıq. Bu əhəmiyyət kəsb edir. Lakin bu baxımdan yəni instrumental səbəblər heç də qətiyyən əhəmiyyətsizdir. Demək olmaz. Onların əhəmiyyəti var. Lakin Patterson deyir ki, o sadəcə deməli baxacaq qeyri-instrumental əsaslandırmalara. Məsələn, kantçı əsaslandırmaya, yaxud da niyyət əsaslandırması. İndi bunlara bir-bir baxaq. Deməli, biz Gordon deyirdi ki, bəs sanksiyalar olmaz, sanksiyalar əxlaqsızlıqdır, müharibə cinayətidir. Çünki sanksiya zamanı bir ölkənin mülki əhalisi əziyyət çəkir. Patterson bununla razılaşır, yəni fakt ilə razılaşır, lakin fərqli burada normativ nəticəyə gəlir. Çünki Patterson deyir ki, biz sanksiyanı özlüyündə qiymətləndirə bilmərik. Biz sanksiyaları alternativlərlə müqayisə etməliyik. Təbii ki, sanksiyaya bir çox alternativ ola bilər, amma o məhz iki alternativə baxır. Müharibə və heç nə etməmək. Başqa alternativ, məsələn, diplomatik tənqiddir. Nə bilim, BMT-də hansısa qətnamı qəbul etməkdir və s. Amma bunlara baxmır. Deyir ki, mən əsas alternativlər nədir sanksiyanın? İki dənə şeydir. Biri, ya heç nə eləmirsən, ya da müharibə edirsən. Və müharibə və heç nə etməməyin nəticələri ilə biz sanksiyaların nəticələrini müqayisə etməliyik ki, görək hansı əhvəni şərdir. Yəni, hansı daha az pisdir. Burada heç biri yaxşı deyil. Sadəcə hansı daha az pisdir. Əgər sanksiya əhvəni şərdirsə, onda biz deyə bilərik ki, bəli, sanksiyalar bu kontekstdə əxlaqi baxımdan əsaslandırılır. Sanksiyaları etmək əxlaqsızlıq deyil, yaxud da müharibə cinayəti deyil. Birincisi gələk deməli mülki əhalinin yaxud da deməli günahsız əhalinin əziyyət çəkməsinə, bəzən isə öldürülməsinə, sanksiyalar nəticəsində, ölməsinə, sanksiya nəticəsində. Biz bilirik ki, müharibələrdə də istər-istəməz mülki əhali əziyyət çəkir. Mülki əhali bəzən öldürülür ümumiyyətlə,
yaralanır yaxud da, lakin əksər hallarda mülki əhali əziyyət çəkir, çünki məsələn ölkənin iqtisadiyyatı məhv olur. Baxın siz məsələn Ukraynaya, eyni zamanda Rusiyaya da baxa bilərsiniz təbii ki. Yəni hər iki ölkəyə müharibə nəticəsində iqtisadiyyat zəifləyib, büdcənin əsas hissəsi gedir hərbi xərclərə. Müharibə nəticəsində hər iki tərəfdən şəhərlər dağılır, hər iki tərəfdən deməyək, yəni Ukrayna ədalətsizlik olar. Mütləq əksəriyyəti Ukrayna tərəfdən olmaqla yaşayış məntəqələri dağıdılır, yollar dağıdılır, insanlar öz evlərini, bu vaxta kimi yığdıqları sərmayəni itirirlər. Bir çox hallarda isə insanlar öz həyatlarını itirirlər, yaxınlarını itirirlər, yaralanırlar yaxud da öz ölkələrindən qaçqın düşmə məcburiyyətində qalırlar, yaxud da deməli məcburi köçkünə çevrilirlər. Və bunların hamısı mülki əhaliyə vurulmuş zərərdir müharibə nəticəsində. Heç nə etməsək də deməli, yəni sanksiya tətbiq edilməsə Rusiyaya qarşı məsələn heç nə edilsə, hazırki vəziyyət davam edəcək və bununla da mülki əhali əziyyət çəkəcək. Yox, Rusiyaya müharibə elan edilsə, sanksiya əvəzinə, onda daha çox insan öləcək. Hətta bu nüvə müharibəsinə də gətirib çıxara bilər. Beləliklə həm müharibə, həm də heç nə etməməyin nəticəsi olduqca ağırdır. Mülki əhaliyə vurulan ziyan baxımından. Bunlarla müqayisədə, yəni alternativlərlə müqayisə edərək, Patterson hesab edir ki, sanksiyalar heç də bu qədər ağırlı deyil. Bu qədər deməli zərər vermir mülki əhaliyə. Və sanksiya nəticəsində məsələn Rusiya kontekstinə baxsaq, iqtisadiyyat zəifləyir, insanlar bəzən işsiz olurlar, yaxud onların gəlirləri azalır. Bilmirəm bu dəqiqə Rusiyada bunlar baş verir yoxsa yox. Sadəcə ən azından biz bilirik ki, Rusiyada insanlar belə kütləvi şəkildə ölmürlər sanksiya nəticəsində. Yəni sanksiya insanların bir növ rifahını, güzəranını bir qədər aşağı salır və bununla da hansısa bir məqsədə nail olmağa çalışır. Lakin müharibə nəticəsində daha çox insanın rifahı yaxud da həyatı təhlükə altına düşür. Buna görə də Patterson hesab edir ki, sanksiyalar əhvənişərdir. Və digər tərəfdən isə müharibə və heç nə etməmək variantlarında bütün ağrı, əzab, zərər müəyyən bir əhali kəsiminə fokuslanır. Yəni ağrının yaxud da əzabın konsentrasiyası baş verir. Məsələn, yalnız əsgərlər ölür, yaxud da yəni ağrı, əzab gedir əsgərlərin boynuna düşür, yaxud sərhəd bölgələrində və ya cəbhə xəttinə yaxın yaşayan insanların boynuna düşür. Lakin və bu ağrı əzab da çox böyükdür. Evi dağılır, özü ölür, yaralanır və s. Lakin sanksiya bütün ağrı əzabı bərabər olmasa da kiçik hissələr ilə milyonlarla insana yayır. Məsələn, sanksiya nəticəsində 130 milyonluq Rusiya əhalisi hərəsi biraz əziyyət çəkir. Bu baxımdan da sanksiyaları nəinki əhvənişər, eyni zamanda həm də ağrı əzabın ədalətli bölgüsü hesab edir Patterson. Bu olduqca maraqlı bir iddiadır. Nəyə görə maraqlı deyirəm? Çünki biz adətən məsələn hesab edirik ki, Patterson'a da oxumamışdan əvvəl ölümün bərabər yayılması, ağrının bərabər yayılmasına əsaslanaraq mən bir dəfə iddia etmişdim ki, əgər icbari hərbi xidmət qaçılmazdısa, bu böyük bir əgərdir bu. Əgər qaçılmazdısa, əgər professional ordu ilə ölkəni müdafiə etmək mümkün deyilsə, bu zaman kişilərlə yanaşı qadınlar da icbari qaydada deməli hərbi xidmətə cəlb edilməlidir. Yaxud da mobilizasiya vaxtı, səfərbərlik vaxtı ölkəni müdafiə etmək üçün lap ta ki professional ordu var, amma səfərbərlik elan edirsən ki, bəs çatmır ordu. Bu zaman təkcə deməli kişilər yox, qadınlar da müharibəyə cəlb etmək lazımdır. Və bunu da belə əsaslandırmışdım ki, əgər ölkə hamınındısa və hər kəsin də ölkəni qorumaq üçün bir mükəlləfiyyəti varsa, bunlar hamısı şərti əsaslandırmalıdır. Yəni ona görə deyirəm ki, bunlar hamısı buradakı o əgərlər böyük əgərlərdir. Əgər ölkəni qorumaq hər bir vətəndaşın borcudursa, o zaman bu borcu hər kəs yerinə yetirilməlidir və bu borcun yükü də bərabər paylanmalıdır. Təsəvvür edin ki, biz deyirik ki, müharibəyə yalnız və yalnız
kasıbların uşaqları gedəcək. Varlılar getməyəcək. Belə bir qanun var, təsəvvür edin. Bu qanunu yəqin ki, ağlı başında hər kəs ədalətsiz hesab edər. Yenə də deyirəm, mən realda əslində kasıbın uşağı ölür, varlının uşağı arxada, cəbhədə xidmət etmir, arxada olur, yaxud ümumiyyətlə əsgər etmir. Bu kimi real faktları mən əsaslanmıram burada. Yəni real dünyamız necə işləyir buna baxmıram. Mən deməli ideal olaraq yaxud da qanunlar necə yazılmalıdır, məsələn buna baxıram. Bu baxımdan təsəvvür edin, qanunda yazılır ki, kasıbın uşağı gedəcək əsgər, varlılar əsgər getməyəcək. Biz bunu ədalətsiz hesab edərik. Yaxud təsəvvür edin ki, yəni beləliklə iqtisadi əsaslarla ayrı seçkiliyi biz ədalətsiz hesab edirik. Yaxud təsəvvür edin ki, deməli qanunda yazılır ki, məsələn, Kürdən yuxarıdan olan cəmaət deməli icbari olaraq əsgər gedəcək, Kürdən aşağı olan cəmaət isə əsgər getməyəcək. İcbari olaraq. Könüllü gedə bilərlər, amma icbari deyil. Yəni regional əsaslı bir diskriminasiya olsa, biz bunu da ədalətsiz hesab edərik. Nə bilim, Bakılılar, Şamaxılılar, Qubalılar əsgər gedir, Qarabağlılar, yaxud Lənkəranlılar, Naxçıvanlılar yox. Biz bunu ədalətsiz hesab edərik. Çünki biz fikirləşirik ki, ölkəni qorumaq hamının borcudursa, bu borc bərabər paylanmalıdır. Fərqi yoxdur, sən haralsan, fərqi yoxdur, sən kasıbsan, yoxsa varlısan, fərqi yoxdur, sən uzunsan, qısasan, fərqi yoxdur yəni. Ölüm riski bərabər paylanmalıdır. Əzab, əziyyət bərabər paylanmalıdır. Çünki heç kəs bir digərindən artıq və ya əskik deyil. Əgər iqtisadi, regional, dini zəmində diskriminasiya olmazsa, onda niyə gender zəminində olar? Mən bu əsasla demişdim ki, deməli, ölüm riski bərabər paylanmalıdır. Ədalət bunu tələb edir. Əgər mütləq hər kəs əsgər getməlidirsə, onda sözün əsl mənasında hər kəs getməlidir. Təkcə sağlam kişilər yox, eyni zamanda sağlam qadınlardır. Mövzudan yayınmaq, mən qayıtmaq istəyirəm yenidən Pattersona ki, Pattersonda buna bənzər bir iddianı görmək məni çox sevindirdi. Çünki o deyir ki, həqiqətən də biri var ki, müharibə və heç nə etməmək nəticəsində ağrı, əzab, həmin o zərər deyək də, zərər konsentrasiya olur. Bir də var ki, zərər az-az hissələrlə hamıya bölünür. Bunu daha ədalətli hesab edir. Buna bir analogiya da vermək olar. Təsəvvür edin ki, bir uşağın həyatını xilas etmək lazımdır. Məsələn, bu uşaq tutaq ki, komadadır və onun həyatını xilas etmək lazımdır. Və bir adam o uşağın həyatını xilas etsə və biz təsəvvür edirik ki, məsələn, bu icma bu uşağın həyatını xilas etməlidir. Kimsə bunu eləməlidir axırı. Əgər bir nəfər əlin cibinə atsa, onda həmin adamından dəhşət çox pul çıxacaq. Bir də var ki, bütün icma hərəsə atışır, ortaya biraz pul qoyur. Yəni, hər kəs az miqdarda zərər çəkir, beləliklə zərər ədalətli şəkildə, yaxud da aşağı-yuxarı bərabər şəkildə bölünür. Bunu daha ədalətli, daha fair hesab edir Patterson. Digər tərəfdən isə Patterson burada baxır revizionist ədalətli müharibə nəzəriyyəsinə. Əvvəl də dediyim kimi, ənənəvi ədalətli müharibə nəzəriyyəsinə görə bütün əhali qrupu iki yerə bölünür. Kombatant, yaxud da döyüşən əhali və mülki əhali, yaxud da günahsız əhali. Döyüşənləri yalnız öldürmək olar, onlara zərər vermək olar. Döyüşməyən əhaliyə, mülki əhaliyə isə zərər vermək olmaz. Yəni, insanların fərdi olaraq müharibəyə görə əxlaqi məsuliyyəti, fərdi olaraq müharibəyə verdikləri töhfənin əhəmiyyəti yoxdur burada. Burada sırf belə kobud klassifikasiyaya baxılır ki, yəni əsgərsənsə sən öldürmək olar, əsgər deyilsənsə olmaz, tutardı getdi. Lakin revizionist ədalətli müharibə nəzəriyyəsi, xüsusən də bunu müdafiə edən məsələn McMahon, o iddia edir ki, bu ayrımın heç bir əsaslandırması yoxdur. Əsas ayrım budur ki, kimin əxlaqi məsuliyyəti var, kimin yoxdur. Sənin nə dərəcədə əxlaqi məsuliyyətin varsa, o dərəcədə də zərər çəkə bilərsən. Məsələn, bu yanaşmaya görə təkcə məsələn əsgərlər yox, eyni zamanda müharibənin gedişatını töhfə verən digər insanlar. Tutaq ki, silah-sursat anbarında işləyən adamlar, silah-sursat fabrikində işləyən adamlar, mühəndislər, fəhlələr, sadə insanlar, həmin o silah-sursat anbarına yaxud da
deməli fabrikinə ləvazimat daşıyan sürücülər. Bu adamlar hamısı bu və ya digər şəkildə müharibəyə töhfə verirlər. Yaxud da götürək sadə vətəndaşı. Sadə vətəndaş vergi verir və bununla da müharibəyə töhfə verir. Sadə vətəndaş iqtisadiyyatı ayaqda saxlayır, işləməklə, gəlir əldə etməklə, iqtisadiyyata töhfə verməklə. Bununla da ölkə iqtisadiyyatına cüzi də olsa bir fayda verir. Təsəvvür edin ki, bugün Rusiyada hamı işi buraxdı. Hamı. Əsgərlərdən savayı hamı oturur evdən deyir, getmirəmişə. Müharibəyə etiraz edirəm, getmirəmişə. Bir müddət sonra iqtisadiyyat çökəcək. Beləliklə, hər bir kəsin, yəni əksər insanların ən azından, təbii ki, məsələn, uşaqların və s. yox, əksər insanların çox az da olsa məsuliyyəti var. Bu o demək deyil ki, həmin insanlar öldürülə bilər. Yox. Biz bunu deməli, ədalətli müharibə nəzəriyyəsində müzakirə edəndə danışarıq. Amma hər bir insanın az da olsa günahı var. Hər bir insan az da olsa məsuliyyəti var, daha dəqiq desək. Patterson hesab edir ki, bu nəzəriyyəyə görə, bu revizionist ədalət nəzəriyyəsinə görə Ukrayna əsgərləri öz ölkələrini müdafiə etdiklərinə görə onlar günahsız hesab edilirlər. Baxmayaraq ki, ənənəvi nəzəriyyə deyir ki, Ukrayna əsgərini öldürmək olar. Burada bir problem yoxdur. Əsgərlər əxlaqi bərabərdirlər. Amma revizionist deyir ki, yox, əsgərlər əxlaqi bərabər deyirlər. İşğalçı tərəfin əsgəri öldürülə bilər, amma işğal edilən tərəfin əsgəri öldürülə bilməz. Təsəvvür edin ki, siz evinizdə oturmusunuz, bir adam qapını sındırır, gəlir sizə hücum edir. Başlayırsınız yumruqlamağa, döyməyə. Siz də yıxılırsınız yerə, bir özünüzə gələndən sonra qalxırsınız, başlayırsınız onu döyməyə. Belə də siz də onun yumruq vurursunuz. Həmin adam, yəni sizin evinizə təcavüz etmiş və sizə hücum etmiş qonşu deyə bilməz ki, artıq sən də mənə hücum edirsən, deməli sən mənə təhlükəsən, deməli mən də sən vura bilərəm. Bunu heç kəs qəbul etməz. Həmin adam döyülməyinə baxmayaraq, o adamın sizə cavab vermək haqqı yoxdur. O adam həmin, belə deyək də, bu davadalaşı saxlaya bilər qaçmaqla. Yaxud da bu davadalaşın başlamasının günahkarı həmin adam özü olduğuna görə, o deyə bilməz ki, bəs sən də artıq mənə yumruq vurursan deyə, biz artıq bərabərik, davay, döyüşə bilərik. Bunu deyə bilməz. Ənənəvi nəzəriyyə belə yanaşır əsgərlərə. Ənənəvi nəzəriyyə deyir ki, sənə olan təhlükəyə qarşı sən cavab verə bilərsən. Yəni, Rusiya əsgəri işğal edir Ukraynanı, sonra Ukraynlar da başlayırlar bunları güllatmağa. Ruslar deyir ki, bax, o da məni güllatır. Artıq o mənim həyatıma təhlükədir. Deməli, mən özümü müdafiə edərək onu öldürə bilərəm. Bunu revizionist yanaşma qəbul etmir. Ona görə də revizionist yanaşmaya görə məsələn, Rusiya-Ukrayna müharibəsində Ukrayna əsgərinin də öldürmək olmaz. Öldürsən müharibə cinayəti hesab edilməlidir. Öldürsən küçədə hansısa bir adamı öldürmüş kimi sayılmalısan. Qatil sayılmalısan yəni. Eyni zamanda deməli Ukrayna mülküsünü də öldürmək olmaz. Mülki əhalini. Çünki bu adamlar öz ölkələrini müdafiə edirlər, əsgərləri. Onlar təhdid deyirlər. Beləliklə biz qayıtsaq indi sanksiya mövzusuna yenidən. Əgər sanksiya tətbiq edilməsə, bu zaman, yəni biz heç nə etməsək, bu zaman nə baş verir? Ukraynada mülki əhali və hərbçilər öldürülürlər. Və bu adamlar əslində halbuki öldürülməməlidirlər. Bu adamları öldürmək cinayət hesab edilir. Revizionist yanaşmaya görə. Halbuki sanksiya tətbiq edilsə, məqsəd bu müharibəni dayandırmaqdır. Rusiyada müharibəyə töhfə verdiyinə görə bu və ya digər şəkildə müharibəyə töhfə verən milyonlarla insan arasında bu zərər, yəni sanksiyanın törətdiyi zərər aşağı-yuxarı kiçik hissələrlə bərabər şəkildə paylanır. Bunu daha ədalətli hesab edir Patterson. Təbii ki, hətta revizionist yanaşmaya baxsaq, yəni fərdlərə hücum etmək, onları öldürmək olar, olmaz, onlara zərər vermək olar, olmaz sualına cavab vermək üçün biz həmin fərdlərin əxlaqi məsuliyyətinə baxsaq belə, təbii ki, Rusiyada da milyonlarla əxlaqi məsul olmayan şəxs var. Məsələn, uşaqlar, nə bilim, yeniyetmələr və bir çox yetkin insan ki, onlar müharibəyə töhfə vermirlər.
Beləliklə sanksiya nəinki əxlaqi məsuliyyət daşıyan, eyni zamanda əxlaqi məsuliyyət daşımayan, yəni əxlaqi baxımdan günahsız insanlara da zərər verir. Patterson hesab edir ki, müharibə də günahsız insanlara zərər verir, heç nə etməmək də günahsız insanlara zərər verir. Sanksiya heç olmasa bu zərəri yenə də günahsızlar arasında da, həm günahlılar, həm də günahsızlar arasında aşağı-yuxarı bərabər şəkildə az hissələrlə bölür. Ona görə də yenə də deməli sanksiyaları əhvən-işər hesab edir və deyir ki, sanksiyaları əsaslandırmaq olar. Gərək indi digər sanksiyalara qarşı olan yanaşmanın əsas iddialarından digərinə. Bu iddia deyildi ki, bəs sanksiya mülki əhalini, yaxud da günahsız əhalini istəyirsinizsə, bilərəkdən hədəf alır. Yəni, burada niyyət, intent həmin insanlara, mülki əhaliyə zərər vurmalıdır. İqtisadiyyatı məsələn sökürtməklə. Bu isə müharibə cinayətidir. Lakin deməli Patterson hesab edir ki, ümumiyyətlə niyyətin əhəmiyyəti yoxdur. Birincisi deməli sanksiyanı inkar edən tərəfin iddiası bu deyil ki, sanksiya zamanı mülki əhali əziyyət çəkir və burada mülki əhali Azərbaycan dilində bilmirəm bu sözün termini nədir, amma collateral damage deyil. Biri var ki, məsələn, sən hansısa bir hərbi bazanı vurub partlatmaq istəyirsən, bu legitim bir hədəfdir. Amma bilirsən ki, hərbi bazanın ətrafında bir neçə mülki şəxs var. Sən bu hərbi bazanı dağıtsan, o insanlar da öləcəklər. Həmin insanların ölməsi olur collateral damage. Bu müharibə cinayəti sayılmır. Yəni mənfi yan təsirdir bu və sənin əlində belə bir variant olsa ki, o insanları oradan uzaqlaşdırasan. Sən bunu edərsən. O insanları öldürmək sənə heç nə vermir. Sən o insanları belə deyək, ürəyin ağrıya-ağrıya öldürürsən. Bu olur collateral damage. Amma sanksiyada mülki əhali collateral damage deyil. Mülki əhali sən bilərəkdən onlara zərər verirsən. Və bu da müharibə cinayəti hesab edilir. Məsələn, Gordona görə. Lakin Patterson hesab edir ki, əsas olan niyyət deyil. Niyyət deyəndə əgər biz aktımızın birbaşa nəticəsini nəzərdə tuturuqsa, burada əsas olan niyyət deyil. Niyyətin əxlaqi baxımdan əhəmiyyətli olduğunu hesab etmir Patterson. Patterson deyir ki, əsas olan motivdir, yaxud da sənin yekun məqsədin nədir? Əsas olan odur. Yəni, niyyətə belə tərif verək, belə tərif verir, sadəlik xatirinə, sənin aktının birinci səbəb olduğu nəticə. Məsələn, demək olar ki, sanksiyada niyyət mülki əhaliyə zərər verməkdir. Bu birinci nəticədir. Amma bununla sən yekunlaşırsanmı? Yəni, mülki əhali zərər çəkir deyə sən bununla şad olursanmı? Yoxsa sənin sanksiya tətbiq etməkdə daha böyük bir məqsədin var? Fərqli bir məqsədin var? Fərqli məqsəd nədir? Müharibəni dayandırmaq tutaq ki. Rusiyanı müharibəni dayandırmağa məcbur etmək. Beləliklə, bax, həmin o ikinci niyyətə, belə deyək, motiv deyir Patterson və deyir ki, əsas olan motivdir. İki dənə misal verir. Deyir, deməli, təsəvvür edin ki, Angola Konqonu işğal edir və bu səbəbdən də Amerika Angolaya sanksiya tətbiq edir. Amerika bilir ki, bu sanksiya sadə Angolalıları, mülki əhaliyə zərər verəcək. Məhz bu niyyətlə deməli, sanksiya tətbiq edir. Sanksiya tətbiq olunur, əhali əzab çəkir, əziyyət çəkir. Angola hökuməti qorxur ki, birdən əhali üsyan qaldırar və onu devirər. Ona görə müharibəni dayandırır ki, sanksiyalar aradan qalsın və öz əhalisi normal həyata qayıtsın. Burada Amerikanın məqsədi, niyyəti mülki əhaliyə zərər vermək idi və bununla da öz məqsədinə çatdı və Amerikanın motivi nə idi? Müharibəni dayandırmaq. Buna da nail oldu. İkinci misala deməli baxın. İkinci misalda deməli yenə də Angola deməli Konqonu işğal edir, Amerika isə sanksiya tətbiq edir və amma Amerikanın məqsədi sadə Angolalılara zərər vermək deyil. Amerika bilir ki, Angola hökuməti öz prestijini dəhşət çox sevir və sanksiyanı utanc, biabırçılıq hesab edəcək deyə dərhal müharibəni dayandıracaq deməli Angola hökuməti. Yəni burada niyyət sadə Angolalılara zərər vermək deyil, niyyət Angola elitasının prestijini zədələməkdir.
Burada da problem yoxdur əxlaqi baxımdan. Öz prestijinin zədələnəcəyindən qorxan Anqola dərhal müharibəni dayandırır. Patterson deyir ki, bu iki nümunə arasında əxlaqi baxımdan heç bir fərq yoxdur. Yəni fərq yoxdur burada niyyət Anqolalılara zərər vermək idi, yoxsa Anqola elitasının prestijini zəiflətmək idi. Əsas odur ki, hər iki кейsdə də, hər iki misalda da motiv, yəni yekun məqsəd o idi ki, Anqola müharibəni dayandırsın. Ona görə də bu misala əsaslanaraq, bu hipotetik misala əsaslanaraq Patterson deyir ki, əsas olan motivdir, əsas olan niyyət deyil və bu baxımdan da sanksiyalar da əgər motiv təmizdirsə, motiv məsələn müharibəni dayandırmaq yaxud da insan hüquqları pozuntularını dayandırmaqdırsa, onda sanksiyaları əsaslandırmaq olar. Biz Kantçı deməli nəzəriyyədən bəhs etmişdik. Patterson hesab edir ki, deməli sanksiya zamanı heç də şərt deyil ki, sanksiyanı tətbiq edən dövlət qarşı tərəfin əhalisinə belə adicə bir instrument kimi baxsın. Yəni dediyim kimi sadəcə instrument. İngilis dilində bu fərqi deyə bilərəm yalnız, çünki terminologiyanın Azərbaycanda tərcüməsini bilmirəm. Biri var ki, sən başqasını means kimi istifadə edirsən, vasitə kimi. Bir də var ki, başqasını mere means kimi istifadə edirsən. Yəni ki, belə ancaq vasitə. Və Patterson hesab edir ki, sanksiya vaxtı sanksiya qoyan tərəf, məsələn Amerika, öz hesablamasına qata bilər ki, mən sanksiya qoysam, Rusiya əhalisi əzab çəkəcək. Sanksiya qoymasam, Ukrayna əhalisi və Ukrayna deməli hərbçiləri əzab çəkəcək. Ukrayna iqtisadiyyatı məhv olacaq və s. Bütün bunları nəzərə alaraq mən sanksiya qoymağa qərar verirəm. Yəni bir növ burada Rusiya əhalisi heç bir hüququ olmayan, sanki onlar adam deyil, sanki onların heç bir maraqları yoxdur. Belə rəftar edilmir Rusiya əhalisinə. Sən Rusiya əhalisinin maraqlarını nəzərə alırsan, amma deyirsən ki, Ukrayna əhalisinin maraqları, Ukrayna əhalisinin hüquqları o dərəcədə kobud pozulur ki, mən məcburam ki, bu sanksiyanı deməli tətbiq edim. Ümumi hesab kitaba baxanda görürük ki, sanksiya tətbiq etmək daha faydalıdır. Baxmayaraq ki, bu Ukrayna deməli Rusiya əhalisinə zərər verəcək. Yəni sən həmin əhalinin maraqlarını nəzərə alırsan, amma yenə də sanksiya tətbiq edirsən. Beləliklə sən həmin əhaliyə qeyri-insani rəftar bəsləmirsən. Həmin əhaliyə bir it-pişik kimi baxmırsan. Həmin əhalinin də insan olduğunu, maraqlarının olduğunu nəzərə alırsan, amma yenə də deyirsən ki, təəssüf ki, alternativlər, yəni heç nə etməmək, yaxud da müharibə etmək, yəni Rusiyaya müharibə elan etmək daha pisdir. Ona görə də biz məcbur burada deməli sanksiya tətbiq edəcəyik. Beləliklə artıq yekunlaşdırsaq, Patterson instrumental, yəni əsaslara baxmadı, yəni sanksiyaların effektivliyi məsələsini araşdırmır. Yəqin hesab edir ki, o filosofdur, bu kimi məsələlərə baxa bilməz, yaxud da hesab edir ki, deməli bir məqalə çərçivəsində sanksiyalara qarşı olan bütün iddialara cavab vermək mümkün deyil. Ona görə yalnız bir qrup iddiaya cavab verir. Və Patterson demir ki, bütün sanksiyaları əsaslandırmaq olar. O deyir ki, bəzi sanksiyalara, bəzi hallarda əsaslandırmaq olar, çünki onlar alternativlərdən daha yaxşıdır. Yəni müharibə və heç nə etməməkdən daha yaxşıdır. Və ən maraqlısı da Pattersonun iddiası budur ki, sən müharibə də etsən, heç nə etməsən də müəyyən bir zərər var ki, bu zərər həm mülki əhali arasında, həm də döyüşən əhali arasında. Yaxud da əgər sən revizionist, ədalətli müharibə nəzəriyyəsinin terminologiyasını qəbul etsən, liable, günahı olan əhali arasında və günahı olmayan əhali arasında bunu necə bölüşdürmək sualı ortaya çıxır. Yəni bir zərər var. Müharibə olanda da zərər var, heç nə etməyəndə də zərər var. Bu zərər hər iki qrup, yəni bir qrupu öldürmək olar, bir qrupu öldürmək olmaz. Bu hər iki qrup arasında da müəyyən bir kəsimin boynuna düşür. Konsentrasiya olur, ağrı, əzab, ölüm. Lakin sanksiyalar bu ağrı, əzabı az-çox bərabər və az hissələrlə bütün əhali arasında yayır. Bu baxımdan da sanksiyalar həm əhvən işərdir və buna görə də qeyri-ideal vəziyyətdə seçimlərimiz heç nə etməmək və müharibədirsə, onda sanksiyaları əxlaqi baxımdan əsaslandırmaq olar. Bu qədər. Növbəti podkastda əgər etməyə həvəsim olsa, onda
ədalətli müharibə nəzəriyyəsindən bəhs edəcəm və orada debat tərəfləri də olacaq Walzer və McMahon. Bu podkastla bağlı hansısa bir sual yaranırsa sizdə sanksiyaların etikası ilə bağlı şərhlərdə bunu yaza bilərsiniz. Və eyni zamanda Patreonda da mənə dəstək ola bilərsiniz ki, bu mənə həvəs versin və mən bu tipli podkastlar hazırlamağa davam edim. Dəstəyin müxtəlif növləri var. Bu növlərdən biri məsələn, like qoymaqdır, biri bu podkastı paylaşmaqdır. Amma bunlar hamısı belə xərci olmayan və çox belə cüzi dəstək növləridir. Dəstəyin ən obyektiv növü pul xərcləməkdir. Və ona görə də obyektiv dəstək olmaq istəyirsinizsə, aşağıda link əlavə edirəm. Patreondan abunə ola bilərsiniz. Abunə olanda da məndə tier sistemi yoxdur. Yəni onsuz da yazdığım, pozduğum hər şey, bütün yazılar, tərcümələr və eyni zamanda bu podkastlar, bundan başqa hazırladığım digər videolarda, bunlar hamısı ümumiyyətlə ictimaiyyətə açıqdır. Bu baxımdan Patreonda mənə dəstək olsanız, sizə xüsusi nəsə göndərib eləmirəm mən. Elə bir sistem yoxdur. Sadəcə mənim daha çox yazmağıma, tərcümə etməyimə, videolar, podkastlar hazırlamağıma şərait yaratmış olursunuz. Başqa şeyə, pul qazanmaq üçün başqa şeylərə vaxt sərf etməkdənsə, bu tipli şeylərə vaxt sərf edə bilirəm. Eyni zamanda da həvəs yaranır. Çünki dediyim kimi insan dəstək görəndə daha çox həvəsi olur və dəstəyin də ən obyektiv növü məhz pul xərcləməkdir. Digər növlər ucuzdur və obyektiv deyil. Belə, dediyim kimi bu baxımdan məndə tier sistemi yoxdur. Ona görə də siz abunə qoşulmaq istəsəniz 5 avro, 10 avro, 15 avro, 20 avro sizin öz gəlirinizdən asılıdır. Belə deyək, yəni nə qədər çox versəniz artıq o sizin öz başucalığınız. Hələlik, özünüzə yaxşı baxın.